Salam dostlar, necəsiniz? Hamınız əla olduğunuza inanıram. Çünki yay tətildir, hər birimiz istirahət edirik sevdiklərimizlə, yaxın dostlarımızla istirahət edirik. Bilirəm ki, çoxunuz kurslara, dil öyrənərək və yaxud düşərgələrə qoşularaq və bir çox layihələrə qoşularaq bu yay tətilindən səmərəli istifadə edirsiniz və mən də bu yay tətilində sizə bir video ilə yenidən qarşınızdayım. Bu video odur ki, Qarabağ Universiteti haqqındadır və mən sizə öncəki videomda bildirmişdim ki, Qarabağ Universiteti haqqında ayrıca bir videom olacaq və bu videoda elə məhz odur. Bu videoda mən danışacağım Qarabağ Universiteti, oranın müəllim və tələbə heyəti, təhsil sistemi, ümumiyyətlə hər bir şey haqqında danışmaq istəyirəm mən bu videoda. Bir qədər geniş ola bilər, amma o qədər də zövqlü olacaq ki, sizi Qarabağ Universitetinə bağlayacağam. Və mən də bundan çox əminəm. Qarabağ Universiteti haqqında danışmazdan əvvəl sizdən bir xahişim olacaq. Bu xahiş odur ki, mənim kanalıma abunə olun. Və xahiş edirəm, kanalıma abunə olun, videomu bəyənin, şərh yazın ki, bir çoxlarının qarşısına bu video çıxsın ki, Qarabağ Universiteti haqqında daha çox məlumatlara sahib olsunlar. Siz indi isə keçirək videomuza. Videomuzu başlatmazdan əvvəl, danışmazdan əvvəl Qarabağ Universiteti haqqında daha doğrusu tanıtım videomuz var. Qarabağ Universitetinin tanıtım videosu var. Mən o tanıtım videosunu yerləşdirirəm. Qarabağ Universiteti haqqında bir təsəvvür əldə edin. Sonra keçək Qarabağ Universiteti haqqında ətraflı danışmağa. Qarabağ Universiteti bizi seçən qalib olur. Çünki biz mübarizənin, zəfərin, sülhün, böyük qayıdışın, gələcəyə güvənin rəmziyik. Qarabağ Universiteti innovasiyaların tətbiqi ilə Azərbaycan və ingilis dillərində tədris, bütün tələbələri əhatə edən dövlət himayəsi, hər bir tələbənin öz potensialını reallaşdıra biləcəyi mühit, dürüstlük, mükəmməllik, inklüzivlik və əməkdaşlığa əsaslanan proqramlar, nüfuzlu dünya universitetlərinin təcrübələrini mənimsəmiş müəllim heyəti, güclü akademik biliklərin, praktik bacarıqların, qlobal baxış prizmasının formalaşdırılması, müasir şəkildə təchiz olunmuş fakültə və laboratoriyalarda elmi tədqiqat işlərinin təşviqi, əmək bazarının tələblərinə uyğun ixtisas təklifləri, tədris, öyrənmə və tədqiqat fəaliyyətini stimullaşdıran kitabxana, Azərbaycanda ilk dəfə tələbələr üçün şəhərcik, asudə vaxtın səmərəli təşkili, ilk gündən məzun gününədək tam dəstək, Azərbaycanın sabahı və sabahın Azərbaycanı məhz bizi seçir. Qarabağ Universiteti. Necə dostlar, video əla idi. Mən çox sevirəm bu videonu, çünki çox gözəl bir, ətraflı şəkildə yaradılmış bir videodur. Həqiqətən də Qarabağ Universitetinin təbliğatı üçün çox əlverişli videolardan biridir. Keçək Qarabağ Universiteti haqqında. Bunu keçməzdən əvvəl yazdığım bu linki keçid alaraq, link deməyim, bu veb-saytı keçid alaraq Qarabağ Universitetinin tərkibi haqqında ətraflı məlumatınızı ala bilərsiniz. Oradakı ixtisaslar, nə dərslər keçirilir, onlar haqqında belə ətraflı məlumat ala bilərsiniz. Keçid alaq Qarabağ Universiteti haqqında. Qarabağ Universiteti hardadır, necə yerdir, mühiti necədir? Hamımız bilirik ki, çoxumuz bilirik ki, Qarabağ Universiteti 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış ali təhsil müəssisəsidir və Xankəndi şəhərində yerləşir. İşğaldan azad olunmuş torpaqlarda yaradılan ilk universitetdir
və ilk və tək universitetdir və bura belə bir universitet olduğu üçün daima dövlətin diqqətindədir və xalqımızın gözünə oxşayan bir universitetdir. Hər kəs demək olar ki, istər sosial mediada, istər orada yaşayan əhali buranın həm tələbələrinə, həm də bu universitetin özünə bağlanır. Demək olar ki, qısaca özünə cəlb edir bu universitet. Qarabağ Universiteti çox müasir və dünya standartlarına cavab verən bir şəraitə malikdir. Müasir infrastrukturu, müasir auditoriyaları, təhsil sistemi və sairə şəraitləri ilə göz oxşayır. Eləcə də tələbə və müəllim heyəti də daima nəzərə çarpandırlar. Nəzərə çarpan deyəndə ki, seçilənlərdir. İstər ölkə daxilində, istər ölkə xaricində təhsil alıb gəlmiş müəllimlər vardır ki, bu müəllimlər bizimlə həm mehribandır, həm bizimlə ciddidir, həm də bizimlə xoş və səmimi anları ilə yadda qalan müəllimlərdir. Həqiqətən də Qarabağ Universitetinin tələbələrinin bir sevindirəcək bir cəhət budur ki, müəllimləri ilə dost kimi olurlar, bir ailə kimi oluruq Qarabağ Universitetində. Qarabağ Universitetinin tələbələrinin layihələri, sözləri, necə deyim, onların adicə bir sözü universitetimiz üçün çox gözəl bir addımlara gətirib çıxarır. Necə deyim, sözlərim bəzən anlaşılmaya bilər, onu nəzərə alın. İstəyirəm həyəcanlıyam. İstəyirəm ifadə edeyim. Yəni ki, hər bir tələbənin öz fikri universitetimiz üçün çox önəmlidir. Universitetimizin gələcəyi üçün, eləcə də tələbəmizin gələcəyi üçün çox önəmli proseslərdən biridir. Qarabağ Universiteti dövlət müəssisəsi olduğu üçün, dövlət ali təhsil müəssisəsi olduğu üçün burada hər bir kəs dövlət sifarişi əsasında təhsil alır və hər bir kəs təqaüd alır. Təqaüdlər, əlavə təqaüdlər də olur. Məsəl üçün, ballara uyğun təqaüdlərimiz də olur. 500 baldan yuxarı, 600 baldan yuxarı olanlar üçün ayrıca təqaüdlərimiz var. Gələcəyin müəllimi təqaüdləri var. Müxtəlif təqaüdlər var. Hətta təqaüd proqramları da var. Bəzi təşkilatlar universitetimizlə əməkdaşlıq qurub, müxtəlif təqaüd proqramları irəli sürüblər. Və bu da tələbələrimizin gələcəyi üçün çox möhtəşəm bir addımdır. Qarabağ Universiteti tələbələr üçün çox gözəl bir addımlar atır. Universitet daxili bir çox layihələr olur. Eləcə universitet xarici layihələrimiz olur. Universitet daxilində könüllü proqramı, klublara üzvlük proqramı, tələbə gənclər təşkilatına üzvlük var. Bir çox, necə deyim, danışdıqca elə çoxalır. Müəllim heyətini başlayaq. Müəllim heyəti xaricdə çox, necə deyim, 80%-ni deyim ki, xarici təhsil alıb gəlmiş müəllimlərdir və hər bir kəs, hər bir müəllim çox istedadlı, çox möhtəşəm, çox səmimi, çox ciddi və çox dostcasına bir insanlardır, çox dostcasına bir ruhlara sahibdirlər və hamımızın bir-birinin sevimlisidirlər. Qarabağ Universitetinin müəllimləri dünyada məqalələri, dünyanın peşəkar jurnallarında məqalələri var, kitabları var, layihələri var, tədqiqatları var. O dərəcədə tanınan müəllimlərdir. Tələbələri nəzərə salsaq, tələbələr çox möhtəşəmdir. Çox qaynaşırıq, qızışırıq. Yəni ki, bir-birimizə çox mehribanıq, həqiqətəndir. Balaca bir şəhərdir. Şəhər balaca deməyim sizə. Yəni ki, biraz əhatəsi var. Amma tələbələr o qədər mehribandır ki, hamı bir-birini tanıyır. İstər sosial mediadan, istər bir-birimizin qarşısına marketlərdə falan. Bir çox yerdə artıq bir-birimizin istər-istəməz adımızı bilməsək də istər-istəməz tanış gəlirik və
mehriban oluruq. Qısa zaman ərzində tanış oluruq elə. Qarabağ Universiteti demək olar ki, Azərbaycanda təkcə deyil, dünyada da belə tanınan universitetlərə yerini çatıb. Çünki dövlət bura çox önəm verir, çox əhəmiyyət daşıyır. Çünki dövlətimiz üçün və Qarabağın dirçəlişi üçün yaradılmış universitetlərdən biriyik və digər universitetlərlə bir yerdə gözəl və dostcasına rəqabət aparırıq deyə bilərəm. Rəqabət deməyim, öz yolumuzu gedirik və buranın müasir standartlara cavab verməsi, dünya standartlarına cavab verməsi də bizi bir çox önə atır. Məsəl üçün, bizim universitetimizin bir çox korpusları var. 2025-2026 yox. 2026-2027-ci tədris ilində 49 ixtisas üzrə tələbə qəbul aparırıq. Əvvəl bunlar yox idi, əvvəl az idi. İndi artıq ikili diplomumuz var. İstanbul Texniki Universiteti ilə Qarabağ Universiteti Mühəndislik Universitetinin 4 ixtisasına əsaslanan İstanbul Texniki Universiteti ilə ikili diplom proqramı başladılıb. Bu ixtisaslar qeyd olunub burada. Buradan izləyə bilərsiniz. Və sizə bir şəkli paylaşacağam. O şəkil budur ki, Qarabağ Universitetinin 2026-2027-ci tədris ilində aşağı bal limiti olanlardır, ixtisaslardır və burada aşağı bal limitində göstərilən ixtisaslara qəbul ola bilərsiniz. Qarabağ Universitetində bir çox fakültələr yaradılır və yaradılmaqdadır da. Dediyim kimi 49 ixtisasdır. İngilis və ilk il olaraq İngilis və Azərbaycan dilində tələbə qəbulu aparacağıq və gözləntilərimiz çox böyükdür, çox möhtəşəmdir. Qarabağ Universiteti olaraq istəyirik ki, həm biz Qarabağ Universiteti tələbələri, həm də ki, onlar Qarabağ Universitetinin özü tələbələr üçün, gənclərimiz üçün çox önəmli verici, çox möhtəşəm bir layihələr yaratsın və universitetimizi hər cəhətdən, necə deyim, təmsil edək və tanıdaq, yaşadaq. Çünki bu universitet yaradılmazdan qəbul bu torpaq, Xankəndi torpağı bizim şəhidlərimizin qanı, canı bahasında alınmış bir torpaqdır və bu torpağı yaşatmaq, bu universiteti yaşatmaq bizim hər bir Qarabağ Universitetinin tələbəsinin əsas və başlıca vəzifəsidir, qanunudur deyim. Qarabağ Universiteti çox möhtəşəm imkanlara malikdir. Elə kitabxanasını nəzərə salsaq, 10.000-dən çox kitaba malikdir və bunun da hal-hazırda davam edir. Veb-saytda onun onlayn formatda da kitab sifarişləri, kitab üçün rezervlər falan, onlar da yer alınır və üzərində işlər gedir veb-sayt üzərində. Qarabağ Universitetinin auditoriyalarının hamısı, necə deyim, ağıllı lövhələrlə təchiz olunub, ağıllı sistemlə, proyektorlarla təchiz olunub və rahat və komfortlu stol, partalara sahibdir, necə deyim, auditoriyaya sahibdir və rahatçılığımız göz önündədir. İmtahan sisteminə gəldikdə, Qarabağ Universitetinin imtahan sistemi budur ki, giriş balımız 60 baldan ibarət olur. 30 bal müəllim özü verir və 30 baldır ki, hər 3 həftədən bir olan, 3 həftədən, semestrin başlayandan 3 həftədən sonraya midterm imtahanları olur. Aralıq imtahan kimi gedir bu. Midterm imtahanı 30 bal verir və sonda qalır 40 bal. 40 bal isə final imtahanıdır. Yəni semestr imtahanı deyilir bir çoxlarında. Final imtahanıdır. Bu final imtahanı bizdə minimum keçid balımız 15 baldır. Digər universitetlərdə bu 17 baldır və 50 bal üzərindən edilir. Ancaq bizim universitetdə 40 baldır, 15 bal üzərindədir.
Və bir məyus edici səbəb var ki, əgər kəsilsəniz, təqaüdünüz gedir. Bu təkcə bizim universitetdə deyil, bütün universitetlərdə var bu. Könüllü fəaliyyəti haqqında məlumat verim. Könüllü fəaliyyəti odur ki, Qarabağ könüllülüyü haqqında link atılır qruplara, elan qrupları yaradılır ümumiyyətlə tələbələr üçün. Orada müəyyən bir əsaslı məlumatlar paylaşılır və o məlumatların içərisində də ki, hamımız üçün sevimli olan könüllü fəaliyyətidir. Bu könüllü fəaliyyətində istər universitet daxili, istər universitet xarici könüllü layihələrində iştirak edə bilərsiniz və burada da başlıca universitetin adı gedir. Klublara qoşula bilərsiniz. Bunlardan bir-iki dənəsini nümunə çəkəcəm. Debat klubu var, coğrafi klubu var, stol üstü oyunlar klubu var. Bir çox klub, diplomatik klubu var. Bir çox klublar var ki, yaradılmışdır və aktivdirlər. Sonra nə dedim? Yataqxana, yaşayış məskəni. Ən çox sevdiyim məkan da yataqxana. Sevdiyim çünki daima qaynaşan bir yerdir. Səs kəsilmir. Gecə də olsa, gündüz də olsa səs kəsilmir. Amma çox mehriban ortamdır. Axşam vaxtı oyunlar, stol üstü oyunlar, voleybol oyunları, futbol oyunları, stol üstü tenis oyunu dayanmırıq. Yəni ki, bir tələbə olaraq qaynaşırıq bir müəyyən bir ərazidə və çox uşaqlı, 1000-dən çox uşaq var, 1000-dən çox tələbə var və bu da çox möhtəşəm bir vibe göstərir bizə. Qarabağ Universitetinin yataqxanası dövlət tərəfindən ödənişsizdir. Yəni ödənişsiz qalırıq. Hər bir şeyimiz ödənişsizdir. İnternetimiz, kommunal xərclərimiz, bişirməyimiz üçün, yemək bişirməyimiz üçün sobalar belə quraşdırılıb, elektrik sobalar, soyuducumuz, sanitar qovşağımız var və 4 otaqlı, 3 otaqlı mənzil tipli binalardır. Bunun əsas budur. 8 və 6 nəfər qala bilərsə, hər otaq 2-2 nəfərlərə bölünmüşdür. Çox mehriban oluruq. Bir ailəyə dönüşürük. Qarabağ Universitetinin bir yataqxanasında da belə, universitetin özündə də belə. Qısaca universitetimiz çox möhtəşəm bir əhatəyə sahibdir, mühitə sahibdir və daima hər tələbənin, hər bir kəsin ideyası nəzərə alınır, önəm verilir və hər bir kəs bu universitetdə, inanmıram ki, elə bir kəs olmasın ki, bu universitetdə təhsil almaq istəməsin və ümidvaram ki, bu ildə gələcək şəxslər, bu ildə gələcək abituriyentlər Qarabağ Universitetindən çox məmnun olacaqlar və bu universiteti pis çıxmasın digər universitetlərə. Bu universiteti digər universitetlərlə dəyişmək istəyən deyil. Nəysə, mən gəldim videomun sonuna. Əlavə suallarınız olsa şərh bölməm açıqdır. Orada verə bilərsiniz. Onun üçün də ayrıca video da çəkərəm. Ətraflı və rahat cavab vermək üçün. Mən belə universitet haqqında danışdım qısa və lakanik olaraq. Sizi çox yormayım videomun uzunluğuna görə. Ancaq istəsəniz suallar verə bilərsiniz şərh bölməsində. Mən o suallara görə ayrıca bir video çəkərəm və sizi daha çox məlumat verə bilərəm. Sağ olun dostlar və bir şey də çatdırım, bir şey də çağırış edeyim ki, Qarabağ Universitetindən seçin və bizdən biri olun. Gələcəyin parlaq nümayəndələrindən birini çevrilin. Bir şey deyim ki, yadıma düşmüşsə, Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi ilin sonuna, növbəti ildən, yəni 2026-cı ilin sonuna və yaxud növbəti ildən
etibarən Şuşa şəhərində olacaq və növbəti illərdə Kənd Təsərrüfatı Fakültəsinin korpusu da Xocalı şəhərində açılacaqdır. Və Qarabağ Universitetinin özünün də korpusları da mövcuddur. İqtisadiyyat və Biznes Fakültəsi və hazırda tikintisi davam edən, ilin sonunda böyük ehtimalla tamamlanacaq olan mühəndislik korpusumuz da mövcuddur. Neysə, sağ olun, salamat qalın. Növbəti videomuzda görüşmək ümidi ilə. Biraz qarışıq oldu video. Mən sizi bəyənirəm, mən sizi sevirəm. Sağ olun.